Deməli belə, bugünkü maşınlarımızdan biri BMW F10'dur. Qardaş gətirib yoxlanışa, deməli maşını yoxlayırıq. Bir problem, öz avtomobil sahibi elə buradadır, özü də baxır, arxa kadrdadır. Üst qış prokladkasından yağ verir. Bax qardaş, görsən. Görürsünüz? Yağdır. Sveçalar orijinal deyil, orijinal alışma şamları orijinal deyil. Sveça kontaktlar da yaxşı vəziyyət, bir qaralma var idi. Porsche'nin başına baxırıq, mühərrikin daxilinə. Bərbad vəziyyətdə deyil, normal vəziyyətdədir. Gilizə yüngül izlər var gilizdə, baxın. 95 vurursunuz qardaş. Son bir ayda 92. Ha, bu 92'lerin görürsünüz fəsadlardır. Belə. Avtomobildə deməli 4 dənə orijinal sveçiyə ehtiyac var. Və farsovkalar hamısı yurmalıdır. Bütün yanacaq sistemi yurmalıdır ki, klapanlarda olan naqar var. Həmin o qurumlar var. Onlar ən azından təmizlənsin. Və nasos sistemindən TMVD-yə, eləcə də RK-ya gələn yanacaq təmiz yanacaq gəlməlidir ki, avtomobildə sonradan gidrodar görməsin. Və yaxud da yəni mühərrik vurmasın, Porsche dağılmasın. Bağlı gitsin.